Və Vaxt Economics'indir. Ölkənin və dünyanın iqtisadi gündəmindən Aysel Fərziyeva xəbər verəcək. Axşamınız xeyir olsun Aysel. Hər vaxtınız xeyir Mehmet. Günün birinci yarısında hər kəsin Aysel diqqəti neftin qiymətinə yönəldi. Sıçrayış baş verdi. 58 dollara gəlib çatdı və günün ikinci yarısında nələr baş verdi ümumiyyətlə bu sahədə? Mehmet, çox düz qeyd elədiniz. Günün birinci yarısında dünya bazarında bir canlanma baş verdi və neft gözlənilmədən 58 dollara qədər yüksəldi. Amma günün sonu ilə bağlı belə demək mümkün olmayacaq, çünki eniş qeydə alındı və nə qədər oldu qiymət, bu barədə bizdən öyrənəcəksiniz. Daha az xəbərləriniz var. Bir də pensiyaçıları çox maraqlandıracaq xəbərimiz var. Pensiya islahatı konsepsiyasına uyğun olaraq qanunvericiliyə dəyişiklik edilir. Bax, nələrdir bu dəyişikliklər, nələri ehtiva edəcək və pensiyaçılara hansı yeniliklər gözləyir, bizdən öyrənəcəksiniz. Odur ki, hər kəsin diqqəti sizdədir. Buyurun. İsə bir qədər də ətraflı. Azərbaycanla Rusiya Federasiyasının Şimali Osetiya Alanya Respublikası arasında ticari iqtisadi əməkdaşlığa dair saziş imzalanıb. Sənəddə qarşılıqlı investisiya yatırımlarının davam etdiriləcəyi öz əksini tapıb. Sənəddə həmçinin təhsil, səhiyyə, gənclər siyasəti, turizm, mədəniyyət, idman və sosial mədəni həyatın digər sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Bu saziş iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı marağın yüksək səviyyədə olmasından xəbər verir. Mən bunu həm də Rusiya ilə Azərbaycan arasında indiyə qədər mövcud olan siyasi və iqtisadi münasibətlərin davamı kimi qiymətləndirirəm. Ölkələrimiz arasında qarşılıqlı ticari əlaqələr milyon dollarlarla hesablanır və bu əməkdaşlığın müxtəlif sahələrinin inkişafına zəruri edir. Pensiya islahatı konsepsiyasına uyğun olaraq pensiyaların vahid tərkibdə hesablanması üçün qanunvericiliyə dəyişikliklər üzərində iş gedir. Bununla da əmək pensiyalarının baza hissəsinin restrukturizasiyası reallaşdırılacaq. Qanunvericilikdə dəyişiklik aparıldıqdan sonra pensiyaların bütün məbləğinin sığorta hissəsi konvertasiya olunacaq. Daha yüksək əmək haqqı alan vətəndaş, məlum məsələ ki, daha yüksək məbləğdə məcburi sosial sığorta haqqı ödəyir, lakin onun pensiyasının bazı hissəsi 50%-dən azını təşkil etmiş olur. Və yaxud belə olan halda, deməli, daha az əmək haqqı alıb, daha az müddətdə məcburi sosial sığorta haqqı ödəyən vətəndaşın pensiyasının maliyyələşməsi digər vətəndaşın, daha yüksək əmək haqqı alan vətəndaşın hesabına olur. Buna görə də bazı hissəsinin, pensiyanın bazı hissəsinin restrukturizasiyasına ehtiyac duyulur. Bununla bağlı vahid bir, hamısı bunun sanki sığorta hissəsi kimi nəzərə alınmalı və vətəndaşların ödədiyi məcburi sosial sığorta haqqı hamısı 100% məbləğində öz əksini tapmalıdır onların fərdi hesabında. Sığorta şirkətlərinin əhali ilə işləmə proseduru sadələşdiriləcək. Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov 2015-2017-ci illərdə sığorta bazarının inkişafı üzrə tədbirlər planı ilə bağlı danışarkən belə deyib. Bildirib ki, planın reallaşması sığorta bazarında inkişafa təkan olacaq. Bütün şirkətlər üçün eyni prosedura malik oxşar sığorta şikayət formatı seçilməsi planlaşdırılır. Bu bütün şirkətlər üçün mövcud olacaq və eyni zamanda Maliyyə Nazirliyinə şikayət edilməlidir. Hamısı geniş formatda həm əhaliyə çatdırılacaq, həm də bu prosedurlar işlənib hazırlanacaq. Ondan əlavə ictimai aşkarlıq şəraitində şikayətlərin qiymətləndirilməsi prosesinə də çox vacib yerlərdən birini tuturlar, önəm kəsb edir bu tədbirlər planı çərçivəsində. Ayrıca bir saytın yaradılaraq Maliyyə Nazirliyi tərəfindən dəstəklənməsi və irəlilənməsi planlaşdırılır. Bu, dünya praktikasında mövcud bir amildir. Şikayət olan şəxslər açıq formatda o sayta gedir biləcəklər, sırf sığorta ilə bağlı. Və əlbəttə ki, bu saytda bütün şirkətlərin də registrasiyası mövcud olacaq və ictimai aşkarlıq şəraitində həmin şikayətlə cavablandırılaraq həlli metodunun tapılmasına köməklik göstərəcək. Dövlət Neft şirkəti bu ilin yanvar ayında dünya bazarında neftin satış qiymətinə dair hesabatını açıqlayıb. Belə ki, ötən ay Azərbaycan neftinin bir barelinin orta qiyməti 49 dollar 53 sent təşkil edib. Müqayisə üçün bildirək ki, 2014-cü ilin eyni ayında neftimizin satış qiyməti 108 dollar 76 sent olub. Brent markasından olan qara qızıl 47 dollar 88 sentə təklif edilib. Keçən il bu göstərici 108 dollar 26 sent olub. Ural nefti daha çox ucuzlaşıb və 47 dollara satılıb. Onu da bildirək ki, ötən il bu rəqəm 106 dollar idi.
Dünyanın yanacaq bazarında enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi dünya iqtisadiyyatı üçün artıq müsbət amilə çevrilib. Bunu Dünya Bankının vitse-prezidenti Aksel Van Trostenburg bəyan edib. Dünya ölkələrinin əksəriyyəti neft ixal edən ölkələrdir. Ona görə də neft qiymətlərinin aşağı düşməsinin müsbət effektləri var. Çünki bu iqtisadiyyatda xarici ticarət balansında yaranan defisiti azaldır. Digər tərəfdən qənaət olunan vəsaiti infrastrukturların genişlənməsinə istiqamətləndirir. Mövcud vəziyyət davam edərsə, bu qaz və kömürün də qiymətlərinə təsir göstərə bilər. Rusiyanın Lukoil şirkəti isə 2015-ci ildə neft hasilatını ötən il olduğu kimi 86 milyon ton səviyyəsində saxlayacaq. Bu barədə şirkətin rəhbəri Vahid Ələkbərov Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı məlumat verib. Biz bu il Rusiya Federasiyası ərazisində 86 milyon ton neft hasil etməyi planlaşdırırıq. Yəni, hasilatı yeni yataqların açılması hesabına ötən ilki səviyyədə saxlamağı düşünürük. Lakin hər şey getdikcə çətinləşir. Təəssüf ki, biz yalnız quru yataqla məhdudlaşırıq. Xəzər dənizində isə bu il daha bir yataq aşkar etmişik. Hazırda orada geoloji kəşfiyyat işləri tamamlanmaq üzrədir. Günün əvvəlində 58 dolara satılan neft günün sonuna doğru ucuzlaşıb, amma indi neftin qiymətində bir qədər artım müşahidə edilir və son hərraclarda Brent 3%-dən də çox bahalaşıb. Hazırda onun bir bareli 56 dolar 65 sentdir. Light markalı neftin bir bareli isə 51 dolara təklif edilir. Qızılın qiymətində artım müşahidə edirik və onun bir unsiyası hazırda 1280 dollardan da baha satılır. Gümüşün qiymətində də eyni tendensiya var və bu metal 17 dollar 56 sentdir. Platin və alüminium bahalaşıb, mis və palladium isə əksinə dəyərlərini artırıblar. Amerikanın səhəm bazarında artım var. Asiya bazarının aparıcı səhəmlərindən olan Nikkei 225 indeksi əksinə eniş nümayiş etdirir. Amma Avropanın qiymətli kağızları nəzərə çarpacaq artımla üzləşiblər. Valyuta bazarındakı son hərraclarda avro dollar 1.13.44, dollar yen 117.38, funt sterling dollar isə 1.50-yə bərabərdir. Azərbaycan manatının digər valyutalara nisbətən Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnələri isə belədir. Manat dollar nisbətində heç bir dəyişiklik yoxdur. Artıq avro manata nisbətdə yüksəlməyə başlayıb. İndi 1 avro 89 qəpikdir. Rusiya rublu 1,2 qəpik, Türk lirəsi isə 32 qəpikdir. Belə bu bizim bu saata Ekonomiks'də çatdıracağımız sonuncu iqtisadiyyat xəbəri idi. Sizi maraqlandıran hadisə və narahat edən problemlər barədə 497-61-57 nömrəli qaynar xəttimizə zəng vurub məlumat verə bilərsiniz. Həmçinin Android tipli mobil telefonlara iReporter proqramını yükləməklə qarşılaşdığınız hər hansı hadisəni Lider televiziyasına göndərə bilərsiniz. Bizim bugünə çatdıracaqlarımız bunlar idi. Siz yenidən sizdədir.